Mən anamı ölüm təhlükəsi ilə üz-üzə qoyub hərəkət getmək məcburiyyətində qalmışam. Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Fərid Daşdızadədən müraciət. Hörmətli cənab prezident, hörmətli Mehriban xanım. Mən Daşzadə Fərid Ağamehmud oğlu, yanvar ayının 4-ü 2000-ci il təvəllüdlü, hal-hazırda çətin sosial və sağlamlıq vəziyyətində olan bir vətəndaş kimi sizə müraciət edirəm. Atam Daşdev Ağamövlud Mürədiloğlu uzun müddət ağır-ciyər xərçəngi xəstəliyinə əziyyət çəkmiş 27 sentyabr 2019-cu ildə vəfat etmişdir. Anam Daşdeva Könül Əlirza qızı uzun müddət ağır xəstəliklərdən əziyyət çəkir. Onun başında 11 millim kista, 6 millim ölçüsündə isə xoşxəstəlik şiş aşkar olunmuşdur. Bundan əlavə anam demensiya, Alzheimer xəstəliyindən əziyyət çəkir. Ruhi vəziyyəti stabil olmadığından daimi nəzarətə ehtiyac duyur. Mən özüm də bir sıra ciddi sağlamlıq problemlərlə üzləşmişəm. Respublika Klinik Xəstəxanasında aparılmış müayinələr nəticəsində hər iki böyrəmdə 5 millim daş aşkarlanmışdır. Bundan əlavə revmatizm, allerji, klinik, ayaq sinir sistemində pozğunluq, nəfəs alma çətinliyi və bəzən yaranan qıcolmalarla əziyyət çəkirəm. Bütün bu vəziyyətə baxmayaraq, Əlillərin Bərpa Mərkəzi sənədimdəki problemlərə baxmayaraq mənə hərbi xidmətə yararlıdır qərarı verilmişdir. Hazırda kirayədə qalırıq və ailəmizin yeganə gəlir mənbəyi mənəm. Anamın ruhi və fiziki vəziyyəti ağır olduğundan mən hərbi xidmətə getsəm onu ölümlə baş-başa qoymuş olacam. Mən anamı ölüm təhlükəsi ilə üz-üzə qoyub hərəkət getmək məcburiyyətində qalmışam və bu mənim üçün həm mənəvi, həm də insani cəhətdən çox ağır bir vəziyyətdir. Bu günə qədər ünvanlı sosial yardım, nə də hər hansı bir müavinət almamışıq. Yaşadığımız vəziyyət çox çətindir. Mən artıq gücümü tükətmişəm. Buna görə sizdən xahiş edirəm. Mənim və anamın sağlamlıq sosial vəziyyətimiz nəzərə alınsın. Ailəmizin ünvanlı sosial yardım və ya müavinət ayrılması məsələsinə baxılsın. Hərbi xidmətə çağırışım dayandırılması və anamın yanında qalaraq ona qulluq etməyim üçün qərarın yenidən araşdırılmasını təmin etməyinizi xahiş edirəm. Mən bilirəm ki, siz də bir övlad və bir ata və bir ana kimi insan ağrısını başa düşürsünüz. Valideyn itkisini və ailə məsuliyyətini dərindən anlayırsınız. Mən atamı itirmiş bir övlad kimi tək anamın qayğısını çəkməyə çalışıram. Bu çətin durumda sizdən bir vətəndaş kimi deyil, bir övlad kimi anlayış və dəstək gözləyirəm. Siz və Mehriban xanım xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, sizin köməyinizlə bu ağır vəziyyətdən çıxacağam. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə Daşzadə Fərid Ağamehmud.